Xoş gördük dəyərli izləyicilərimiz. Ramanı Şuşa qəsəbəsində Naxçıvan restoranın yanında mərkəzi kanalizasiya. Bir dənə zəhmət olmasa lüku göstərdi. Mərkəzi kanalizasiya. Evin qarşısına qədər asfalt küçədə. 4 sot torpaqda dəyərli izləyicilər. 2 mərtəbə. Bütün kommunallara qazı, suyu, işığı, hər bir şey var. Evimizin dəyərli izləyicilər, həyatımızda belə bir padabiyek kimi yerimizdə var. İstəyən nə üçünsə istifadə edə bilər. 4 sot torpaq sahəsində evimizin hər iki tərəfdən ikinci mərtəbə çıxışı var. Həm buradan balkon tərəfdən, həm də ki evin içindən indi təqdim edəcəm. Sağ tərəfdə bizim bağ sahəmizdir və evimizin arxa tərəfdən də əl qapısı var, çıxışı girişi var. İstəyən olsa, yəni burada əlavə, böyük ailə, əlavə tikinti də aparıb, giriş çıxışını ayrı edə bilər. 2 mərtəbə dəyərli izləyicilər. Birinci mərtəbəmiz təmirlidir, ikinci mərtəbəmiz natamam təmirlidir. Koridor sistemlidir, evimiz həm də yerdən kürsülüdür. 4 sot torpaq sahəsində 6 otaqdan ibarətdir. Birinci mərtəbədə solda, sağda hamam sanitar qovşağımız. İşıqlar yanında. Hal-hazırda evimiz yaşayışlıdır dəyərli izləyicilərimiz və sağ tərəfdə zalımızdır. Dəyərli izləyicilər, orta ara kəsmələrə qədər hamısı qoşadaşdır. Stili sistemi də kombidir. Burada belə bir foyer kimidir və burada bizim belə bir ailə yataq otağı. Keçə bir dənə mətbəxi zəhmət olmasa təqdim eləyək. Və ikinci mərtəbədə eyni proyekt olan 3 otaq natamam təmirlidir. Qalxaq oranı da təqdim edək. Dəyərli izləyicilərim, həyətdə də hamam sanitar qovşağımız mövcuddur. Və belə bir talvar üzüm çardağımız da var həyətdə. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəni təqdim edək. Evimiz zbor. 4 tərəfi qoşadaşdır, təməli betondur. Şəxsi tikili bir evdir. Və yuxarıda da 3 yataq otağı hamam sanitar qovşağının proyekti. Polu vurulub, sorunu polu vurulub. Qalıb təmir işləri. Yəni bu vəziyyətdə. Bütün otaqlar bir dənə zəhmət olmasa çək. 2 mərtəbə 6 otaq. Qiymət 98.000 manat. Real alıcılarımıza da ki gəlsin, ev sahibi deyir ki gəlsin. Real alıcı olsa inşallah endirim edərik. Dəyərli izləyicilər, səhifəmizi bəyənin, paylaşın. Dəstək olun, takip atın. Sağ olun, salamat qalın.